идет. Что-то долбанули, короче. Dünən gecə yenidən Ukrayna tərəfindən Rusiyanın ərazisinə kütləvi dron hücumu həyata keçirilib. Dron hücumlarına qarşı Moskva da daxil olmaqla bir sıra bölgələrdə hava hücumundan müdafiə sistemləri işə salınıb. Hücum nəticəsində Rusiyanın bir neçə hərbi obyektinə zərbə indirilib. Moskva vilayətində MiG-29 və Su-27 qırıcılarının yerləşdiyi Kubenka hərbi hava limanı hücuma məruz qalıb. Hücum səbəbilə Moskvaya yaxın əksər hava limanları bağlanıb. Tula vilayətində isə Raster müəssisəsi aşkar edilib. Bu müəssisə Grad, Uragan, Smerç, Tornado, reaktiv yayılım atəşi sistemləri və toz bir ason sepiyok üçün sursat istehsal edir. Hücum edilən ərazilərdən biri də Mardiviya bölgəsində yerləşən Saransk şəhəri olub. Mardiviya rəhbəri Artem Uzunovun sözlərinə görə Saranskda dron təhlükəsi elan edilib. Rəsmilər təhlükəsizlik qaydalarına əməl olunmasına çağırış ediblər. Yerli sakinlərin Telegram kanallarında paylaşdıqları məlumata görə səhər saat 6:00 radələrində şəhərin sənaye rayonlarından birində bir neçə güclü partlayış səsi eşidilib. Sor Telegram kanalı Ximaş adlanan ərazidəki yerli zavod yaxınlığında yanğın baş verdiyini bildirib. Ukrayna mənbələri bildirir ki, hücum nəticəsində Saransk şəhərində yerləşən və Rusiyada yeganə olan optik lif istehsalı zavodu vurulub. Rusiyanın Saransk şəhərindəki lif zavodunda parad planlaşdırıldığından əvvəl başladı deyə Ukraynalı mənbələr istehza ilə qeyd ediblər. Qeyd edək ki, həmin zavod 2 ay əvvəl də dron hücumuna məruz qalmışdı. Вот дым идет. Дым вот идет. Что-то долбанули, короче. Там внизу, да? Нет, он там. Опять над нами пролетит. Лишь бы не в нас, блядь. Вот летит опять, слышишь звук? Вот. Вот он. Нет. А, да, Да, он. да, вот он летит еще. Сука, дрон, блядь. Твари. Вот такой же сейчас прилетал. Сейчас взорвется где-то. Как шумит-то? Твари, блядь. Слышно шумит. Че, ПВО никак не собьет? Ты куда смотришь? Охренеть. Ukrayna müdafiə bölmələri tərəfindən yayımlanan görüntülərə və sahə hesabatlarına əsasən Rusiya qüvvələri çayları gizlicə keçmək və Ukrayna mövqelərinə sızmaq üçün döyüş dalğıc bölmələrini yerləşdirməyə başlayıb. Ukrayna Milli Qvardiyasının Ostrey Kartuzi xüsusi bölməsi tərəfindən yayımlanan videoda su maniyəsini keçdikdən qısa müddət sonra bir Rus dalğıcının pilotsuz təyyarə zərbəsi ilə hədəfə alındığı görünür. Militarinin məlumatına görə görüntülər Ukrayna dron bombardımançı təyyarəsi tərəfindən hədəfin identifikasiyası və sonraki dəqiq zərbə anını əks etdirir. Ukrayna qüvvələrinin bildirdiyinə görə bunlar adi piyada qoşunları deyil. Uzadılmış sualtı hərəkətə imkan verən, suya davamlı xüsusi geyimlərlə təcviz edilmiş xüsusi təlim keçmiş personaldır. Bu cür avadanlıq onları termal görüntüləmə vasitələri ilə aşkar edilməzidir. Müşahidə və erkən xəbərdarlıq səylərini çətinləşdirir. Bu taktika sürətinə baxmayaraq Ukrayna FPV dronları üçün asan hədəflərə çevrilən sürətli qayıqlar və su motosikletlərindən istifadənin artan səmərəsizliyinə cavab kimi görünür. Bu altı sızmaya doğru bu dəyişiklik Rusiya komandanlığının dron aşkarlanmasına yayınmaq və Ukrayna mövqeləri yaxınlığında daha böyük gizliliklə hücum qrupları yaratmaq cəhdini göstərir. Birbaşa hücum missiyalarına əlavə olaraq
Bu dalğıc qrupları mühürlənmiş konteynerlərdə təchizat və sursat daşımaq və ya potensial amfibiya əməliyyatları ərəfəsində mühəndis kəşfiyyatı aparmaq üçün də istifadə edilə bilər. Daha əvvəl Rusiya qüvvələri işğal edilmiş Donetsk ərazisində, o cümlədən Y50 magistral yolunun Kalivka yaxınlığında qoşun və texnika hərəkətlərini Ukrayna dron zərbələrindən qorumaq üçün torla örtülmüş tunel yollar inşa etməyə başlamışdı. Tunellər 2024-cü ilin aprelində Rusiya zərbələri nəticəsində dağıdılan və Vovça çayı boyunca aşağı axınında daşqınlara səbəb olan Karivka su anbarının yaxınlığında yerləşir. Bu tor tunelləri Donetsk ilə Pokrovsk şəhərini birləşdirən Y50 marşrutunun strateji bir hissəsində yerləşir. Onlar regionda Rusiya irəliləyişi üçün hazırlıq məntəqələri kimi xidmət edən Selidov və Novohrodivka kimi işğal edilmiş şəhərlərə nisbətən təhlükəsiz təchizat çatdırılmasına imkan verir. Dron əleyhinə torlardan istifadə təcrübəsi 2023-cü ilin yayına gedib çıxır. O zaman Rusiya qüvvələrinin Baxmut yaxınlığında asılmış tor segmentlərindən istifadə etdiyi ilk dəfə müşahidə edilmişdi. Həmin vaxt bunlar FPV dron uçuşlarını fiziki olaraq pozmağa yönəlmiş təcrid olunmuş torlar idi. Sonraki inkişaflar, xüsusən Kupyansk istiqaməti boyunca avtomobil yollarının balıq torları ilə örtünməsini əhatə edirdi. Daha əvvəl Ukrayna dəniz piyadaları Xerson vilayətinin sol sahilində Rus döyüş dalğıcını məhv etmişdi. 38-ci dəniz piyada briqadasının zərbə dron operatorları Xerson vilayətinin sol sahilindəki Kozaçı Laheri kəndi yaxınlığında dalğıc geyimində və avadanlığı ilə bir Rus döyüşçüsünü aşkar etmişdilər. Çox güman ki, Rus hərbçisi Xerson vilayətinin sağ sahilində faktiki olaraq müdafiə qüvvələrinin arxa cəbhəsində xüsusi tapşırıqlar üçün Dnepr çayını keçməyi planlaşdıran bir təxribat qrupunun üzvü ola bilərdi. Döyüş dalğıcının Dnepr çayının kəşfiyyatını, ayrılmış zonanın hazırlanmasını və ya minalardan təmizlənməsini həyata keçirən bir saper olması da istisna edilmir. Bir daha Rusiyanı Ukraynaya qarşı aqressiyanı dayandırmağa və sülh sazişi bağlamağa çağırır. Lakin Kreml bu istiqamətdə atılan istənilən addımları bloklamaqda davam edir. Bildin məlumatına görə Qərb siyasi dairələrində yeni və kifayət qədər narahat edici bir şübhə yaranıb. Əgər müharibə başa çatsa, Vladimir Putinin rejimi ciddi daxili siyasi problemlərlə üzləşə bilər. Səbəb isə odur ki, Moskva hələ də öz strateji hərbi hədəflərlə nail olmayıb. Eyni zamanda Rusiyanın hərbi sənaye kompleksi dövlətin böyük maliyyə dəstəyi ilə genişləndirilib. Yüz minlərlə vətəndaş müharibə sayəsində sabit gəlir əldə edir. Bu şərtlər Putinin güzəştə getməsini daha da çətinləşdirir. Sual yaranır. Əgər döyüşlər dayansa, Rusiyanı nə gözləyir? Rusiyalı iqtisadçıların sözlərinə görə, əgər sənaye istehsalının dinamikasını, hərbi sənaye kompleksinin üstünlük təşkil etdiyi sahələri nəzərə almadan qiymətləndirsək, iqtisadiyyatın tənəzzülə doğru keçidindən danışmaq olar. Ölkədə ərzaq emalından tutmuş maşın mühəndisliyinə qədər bir çox sahələrdə istehsal azalır. Yalnız müdafiə sənayesi artım göstərir və bu da ümumi tənəzzülü ört-bastığı edir. Buna baxmayaraq, Rusiya Mərkəzi Bankının keçmiş əməkdaşı və iqtisadçı Aleksandra Prokopenko hesab edir ki, müharibənin sonu müdafiə sənayesinə zərbə olmayacaq. Məncə, müharibənin sonu silah sənayesinə təsir etməyəcək. Bu say dövlət sifarişləri sayəsində yenə də fəaliyyət göstərəcək deyə o əlavə edib. Prokopenko bu fikrini belə əsaslandırır. Ukraynadakı müharibə səbəbilə xeyli azalan və ya tam tükənmiş arsenal yenidən doldurulmalıdır. Müdafiə müəssisələri istehsal güclərini artırmaq sərmayə qoyub, çünki yüksək tələbatın davam edəcəyini gözləyirdilər. Mən düşünmürəm ki, belə genişlənmiş hərbi sənaye kompleksi yenidən kiçiləcək. Rusiyanın əsas rəqibləri NATO və AYO ölkələri də hərbi xərclərin artırılmasını müzakirə edirlər. Belə bir şəraitdə müdafiə xərclərini azaltmaq Putin üçün siyasi baxımdan qəbul edilməz olar. Əgər bir potensial sabitlik təhdidi isə cəbhədən qayıdan
yaşayan hərbçilər ola bilər. Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Margaret Crane xəbərdarlıq edir. Döyüşlər başa çatdıqdan sonra geri qayıdan veteranlarla necə davranılacağı Putini çətin vəziyyətə sala bilər. Ekspertin fikrincə əsas problem maddidir. Cəbhəyə könüllü gedənlər, müqaviləli əsgərlər və ya müxtəlif könüllü birləşmələrin döyüşçülərin müharibə dövründə orta əmək haqqından dəfələrlə çox qazanıblar. Bu maaşların artımı ilə yanaşı bəzən 40 min avronu keçən bir dəfəlik cəlb etmə bonusları ilə də bağlıdır, deyə ekspert deyib. Bu insanların çoxu adətən zoraki və psixoloji travmalı aşağı həyat səviyyəsinə malik bölgələrə qayıdacaq. Əgər dövlət onlara layiqli gələcək təmin etməsə, bu sosial gərginliyə və zorakılığın artmasına səbəb ola bilər. Rusiyanın geniş miqyaslı işğalından sonra zorakılıq cinayətləri artıb.